17-ci dəftərdən 20-ci suala qədər baxırıq. 17-ci sualda bizə deyir ki, çevrə xaricindəki Y nöqtəsindən çevrəyə YB kəsəni və YS toxumu çəkilmişdir. YB 16, YA 8 olarsa, YS parçasının uzunluğunu tapın. YA 8-dirsə, onda YB 16 olduğuna görə AB 8 olacaq. Çevrədə belə bir xassə var idi. Toxumanın eyni nöqtədən çəkilmiş toxumanın kvadratı bərabərdir. Kəsənin çevrə xaricindəki hissəsi vurulsun kəsənin ümumi uzunluğu. Yəni YS-nin kvadratı bərabərdir 8 vurulsun 16-ya. Buradan da YS-ni biz 8 köşkü 2 olduğuna asanlıqla tapa bilərik. 18-ci sualda belə bir tənlik verib. Deyir ki, tənliyin köşklərindən biri 90 ədədinin sadə vuruluğu olarsa. 90 ədədinin gələn sadə vuruluqlarını yazaraq, sadə vuruluqlara ayıraq. 2 vurulsun 3-ün kvadratı vurulsun 5. İndi baxırıq ki, hansı sadə vuruluq bunu ödəyir. 3 ödəməyik, niyə? Çünki məxrəzi 0 eləyib. 5 ödəməyik, məxrəzi 0 eləyib. Deməli, bizdə ödəyən sadə vuruluq x bərabərdir 2 imiş. X bərabər 2-ni yerinə qoyuram. 24 bölünsün 3 çıx m böl 4 bərabərdir 6-ya. 8 çıxılsın 6 bərabərdir m böl 4-ə. Buradan da m-in 8 olduğunu görə bilirik. Deməli, fikir verməli olduğumuz şey, dəyişənin mümkün qiymətləri çoxluğudur ki, 90-ın sadə vuruluqlarından 3 və 5 çıxar və kökün 2 olduğunu görə bilir. 20-ci sualda kosinus pi üstəgəl x bərabərdir sinus pi böl 2-yə. Kosinus pi üstəgəl x-i çevirəndə kosinus elə eyni qalacaq, kosinus x olur, amma qarşısına mənfi düşür. Niyə? Çünki 3-cü qrupdadır. Sinus pi böl 2-də sinus 90-da 1 alır. Onda kosinus x-in qiyməti mənfi 1 imiş. Bu da xüsusi hallardan biridir. Cavab onda olacaq. Pi üstəgəl 2 pi k. Kosinus deməli mənfi 1-i yalnız 180 və onun 360 dərəcə cəmlərində alacaq. 19-cu sualda isə ABC nöqtələrini verib. Birinci düz xəttin tənliyi mənfi x üstəgəl 12, ikincisi 2x üstəgəl 6. Bizdən ABC uzağının sayəsini istəyir. Əvvəlcə, yaxşı olar ki, B nöqtəsinin koordinatlarını tapaq. Mənfi x üstəgəl 12 bərabərdir 2x üstəgəl 6-ya. Buradan nə tapa bilərik? 3x bərabərdir 6-ya, onda x bərabər imiş 2-yə. X 2 olanda buranın y-i bizim hündürlüyümüz olacaq. H bərabər olanda 2-ni istənilən birində yerinə qoyanda 10 olduğunu tapa bilərik. Deməli, bizdə həmin üç uzağın hündürlüyü 10-dur. İndi tapmaq olduğumuz tək şey AC məsafəsidir. AC məsafəsində haranı tapıram? A 2x üstəgəl 6-nın absis oxu ilə kəsişmə nöqtəsidir. Yəni, ordinatı 0 edirəm. 2x üstəgəl 6 bərabər 0, x bərabər mənfi 3. Deməli, bu nöqtənin absisi mənfi 3, ordinatı 0-dır. Bu nöqtədə də mənfi x üstəgəl 12 bərabər 0, x bərabər imiş 12. Absis 12, ordinat 0. Aralarındakı məsafəni tapmaq üçün 12-dən mənfi 3 çıxıram 15. Deməli, 3 uzağın sayısı da bərabər olur, h vurulsun AC bölünsün 2-yə. Yəni, 15 vurulsun 10 bölünsün 2-yə. Cavab eləyəcək 75. Deməli, kəsişmə nöqtəsini tapırıq. Daha sonra hündürlüyü və oturacağın uzunluğunu tapmaqla məsələni həll edirik.